10 tabının növbəti qrupu styles qrupudur. Məlumatı düzgün formatladıqdan sonra onu vizual olaraq vurğulamaq lazımdır. Burada 3 cür əmrlər toplusu vardır. Conditional formatting, format as table, cells, styles. İlk olaraq conditional formatting barəsində danışaq. Şərtlərə əsasən xanalar format verir. Məqsəd ədədləri oxunaqlı etmək, riskləri görmək və anomaliyaları tutmaqdır. Highlight cells rules diapazonda şərti ödəyən xanaları format verməkdir. Məsəl üçün, deyək ki, biz hər hansı bir ədəd seçirik və ondan böyük olan ədədləri xüsusi bir işarə ilə və yaxud da rənglə görmək istəyirik. Və yaxud da həmin ədəddən kiçik olan ədədləri görmək istəyirik. Və yaxud da hər hansı bir iki ədəd arasında olan ədədlər aralığını görmək istəyirik. Növbəti əmrlə biz hər hansı bir ədədə bərabər nəticələri görmək istəyirik. Text that contains. Bu əmr vasitəsilə biz teksti ehtiva edən xanaları seçirik. Aşağıda o gördüyümüz edit occurring vasitəsilə biz tarixlə bağlı seçimləri formatlayırıq. Duplicate values ilə biz dublikat və unique nəticələri seçirik. Yəni, yuxarı aşağı qaydalar. Biz burada seçimlərimiz ondan ibarətdir ki, misal üçün 10 ən çox dəyərə sahib olan xanalı formatlaya bilərik. Bizə verilən aralıqda 10% ən çox dəyərə sahib olan xananı formatlaya bilərik. Məsəl üçün, deyək ki, 200 xanamız var aralıqda, diapazonda. Buradan 20 ən çox dəyərə sahib olan xananı seçib formatlayır. Bottom 10 items, yəni ən aşağı 10 dəyər, ən aşağı dəyərə sahib 10 xana, 10 məhsulu seçə bilərik. Misal üçün, bottom 10%, yəni ən aşağı aralıq daxilində ən aşağı dəyərə sahib olan 10%-ni seçə bilərik. Above average, ortalamadan yuxarı dəyərləri formatlayırıq. Below average, ortalamadan aşağı olan dəyərləri formatlayırıq. Bütün alt menularda gördüyümüz kimi ən aşağıda more or less seçimi vardır. More or less seçimi vasitəsilə biz yeni bir pəncərə açırıq. Bu pəncərə new format rule'dir. Hansı ki biz burada ən aşağıda bunu aça bilərik və istənilən növdə burada olan seçimlərdən bizim conditional formatda olan seçimlər demək olar ki, eynidir. Sadəcə burada daha çox geniş imkanlar vardır. Biz özümüzün hansı bir beynimizdə, deyək ki, bizim fikrimizdə hansısa bir formatlama varsa, biz birbaşa new'yə girib buradan istifadə edə bilərik. Lakin standart formatları buradan seçirik. Bunun barəsində qısa bir məlumat verim. More or less açılan zaman dediyimiz kimi bizə daha incə formatlamalar təklif edir. Hansı ki, misal üçün biz top bottom rule'də ancaq 10 ədəd yüksək, 10 ədəd ən aşağı və yaxud da 10% aşağı, 10% yuxarı ədədləri ilə görürük. Biz bunu istəsək, buradan 5 də seçə bilərik. Ən böyük 5 və yaxud da ən kiçik 5 sayını seçə bilərik. Və yaxud da burada ədəd seçimini ediriksə, burada işarə elədiyimiz zaman bizə faizlə olan hissəni tapır. Əlavə olaraq burada format bölməsi vardır. Bu format bölməsinə toxunduğumuz zaman bizə format cell pəncərəsini burada açır və bizim şərtlərimizə uyğun olaraq istədiyimiz formatda deyək ki, fontları formatlayır və yaxud da xananın fonunu bizə istədiyimiz rəngdə seçməyə imkan verir. Xananın sərhədləri, misal olaraq deyə bilərəm ki, number formatting də biz burada xüsusi olaraq seçə bilərik şərtlərə əsasən. Conditional formatting bölməsinin alt bölmələrindən biri də databarsdır. Databars zamanı xananın içində minibar göstərir. Hansı ki, bu minibarlar xananın daxilindəki dəyərlərin uzunluğuna əsasən müəyyən olunur. Burada gradient fill və yaxud da solid fill, yəni gradient fill keçidli dolğu, solid fill tam dolğu olur. Misal üçün, gəlin biz bu hissəni seçək və bu hissə ilə bağlı databarsa müraciət edək. Seçdiyimiz, misal üçün deyək ki, buradan seçirik, solid filldən hansı bir rəng olan seçirik. Gördüyünüz kimi, qiymətlərə uyğun olaraq daxilində minibarlar, progress barlar əlavə olunur. Bu progress barlar bizə verilən aralığın daxilində ən kiçik dəyər ilə ən yüksək dəyərin arasında olan qiymət artımına uyğun olaraq seçilib verilir. Misal üçün, bizdə xana daxilində gördüyümüz kimi ən çox dəyər 35.235-dir. Yəni ki, ən aşağı dəyərsi 399 manatdır. Bunlara əsasən
bu minibarların uzunluğunu seçir. Belə bir şey də var ki, biraz əvvəl dediyimiz kimi Modules bölməsində biz database'dan seçim edən zaman incə formatlamalar edə bilərik. Bizə əlavə geniş formatlama növləri verir. Misal üçün, burada Show Bar Only var. Biz bunu toxunduğumuz zaman xana daxilində ancaq minibarları saxlayır. Ədədləri gizlədir bir növ, belə deyək. Və yaxud da başqa seçimlər ilə deyək, burada minimum, maksimum dediyimiz dəyərlər bizdə seçim nə idi? Misal üçün, lowest value, aralıqda daxil olan ən aşağı dəyəri və yaxud da biz burada istədiyimiz rəqəmlərə uyğun bir müqayisəni seçə bilərik. Misal üçün, ən aşağı dəyər 0, ən yüksək dəyəri deyək ki, 50.000 seçək. Əlavə olaraq da buradan rəngləri seçə bilərik. Biz bundan hal-hazırda istifadə etmirik. Bizə lazım olan məlumatları qısa olaraq veririk. İndi isə 0 ilə 50.000 arasında uyğun olaraq xana daxilindəki məlumatların hansı uzunluqda minibarlar verdiyinə baxırıq. Gördüyünüz kimi, biraz əvvəl 35.000 olan bölmə sonacan dolmuşdu. Yəni, minibar xananın uzunluğuna qədər var idi. İndi isə demək olar ki, ondan biraz az formada görsənir. Bunun da səbəbi ondadır ki, biz özümüz bu minibarları 0 ilə 50.000 arasında olan dəyərlərə uyğun olaraq müəyyən edirik.